İndi isə söz verilir Sulhan Sabah Orbeliyan adına Tbilisi Pedagoji İnstitutun kafedra müdürü Valeri Hacıyeva. Qardaş dövlətlərin möhtərəm qardaş prezidentləri, bizim hörmətli, sevimli və əziz qonağımız Heydər Əlirzaoğlu. Kürdistanda yaşayan Azərbaycanlılar həmişə müqəddəs Azərbaycan torpağından xoş xəbərlər gözləyirlər. Lakin təəssüf ki, 80-ci illərin sonlarından etibarən Azərbaycan soraqlı xəbərlərin böyük əksəriyyəti bizi kədərləndirmiş və sarsıtmışdı. Lakin şükürlər olsun ki, sizin məqsəd yönlü müdrik siyasətiniz nəticəsində son 2 ildə Azərbaycan soraqlı xəbərlərin əksəriyyəti bizi sevindirir və fərəhləndirir. Yəni, həmin xəbərlərin məzmunu və mündəricəsi müsbət mənada dəyişmişdir. Nəhayət ki, dünya dövlətləri Azərbaycanın və xalqımızın haqq səsini eşitdi. 2 ilə yaxın davam edən atəşkəs isə tezliklə sülhün yaxınlaşdığını xəbər verir. Və xalqımızda böyük bir inam hissi oyandı ki, tezliklə sizin rəhbərliyiniz altında Azərbaycan torpaqlarının bütövlüyü təmin olunacaq və didərginlər tezliklə öz yurt yuvalarına qayıdacaqlar. Ötən ilin sonlarında Azərbaycanda keçirilən seçkilərin nəticələri də bizi sevindirdi. Eşitdik ki, əslən Kürdistanlı olan və tanıyıb hörmət etdiyimiz bir neçə ziyalı Azərbaycan Ali Məclisinin, daha doğrusu Milli Məclisinin üzvü seçilib. Həsən Həsənov, Zahid Qaralov, Zəlimxan Yaqub, Şamil Qurbanov bizim də sevdiyimiz və ümid bəslədiyimiz ziyalılardır. Və nəhayət biz eşitdik ki, daha bir həmyerlimiz Kürdistan əsilli Hacan Hacıyev Azərbaycanın Kürdistana ilk elçisi, ilk səlahiyyətli səfiri təyin olunub. Bu, möhtərəm prezident, əlbəttə bizim həmyerlilərimizə, daha doğrusu əslən Kürdistanlı olan soydaşlarımıza göstərdiyiniz diqqətin və qayğının parlaq təzahürüdür və bütün bunlara görə biz sizə dərindən minnətdarlığımızı bildiririk. Möhtərəm prezident, amma inanın ki, bizi hər şeydən çox sevindirən sizin bura Kürdistana gəlişiniz və bizimlə görüşmək istəyiniz oldu. İndi hər bir Azərbaycan ailəsində böyük bir bayram əhvali ruhiyyəsi və xoşbəxt gələcəyə böyük inam hissi baş qaldırıb. Bizim Borçalı cəmaatında vətənə məhəbbət və torpaq hissi çox güclüdür və yaşadığımız bölgələrə dədə-babalarımızın qanı çox tökülüb. Amma onu da deyim ki, bizim yaşadığımız torpaqları Gürcü xalqı həmişə Azərbaycanlılarla birlikdə yadilli işğalçılardan qoruyublar. Bu, 1918-ci ildə Ermənistan-Kürdistan münaqişəsi zamanı da belə olub. O zaman, deməli, Borçalının böyük bir hissəsi olan Lorunu zorla Kürdistandan alıb Ermənistana birləşdirmişdilər. Ondan bir qədər əvvələ geçsək, 2-ci İraklinin dövründə də Azərbaycanlılar Gürcülərlə birlikdə bu torpaqları qoruyublar. Daha qədimlərə geçsək, 12-ci əsrin əvvəllərində Qurucu Davidin hökmranlığı dövründə də iki xalq çiyin-çiyinə vuruşub. O vaxt Qurucu Davidin 45 minlik qoşunundan 40 mini bizim dildə danışan türklərdən ibarət idi və məhz həmin dövrdə Kürdistan özünün ən yüksək səviyyəsinə çatmışdır. Deməli, bundan sonra
Onu deyə bilərəm ki, qurucu David həmişə cümə günləri məscidə gedər və oradakı Azərbaycanlılardan hal əhval tutar, onlara kömək əlini uzadar, pul paylayardı. Və hətta Tiflisin müsəlman məhəlləsində o, xristiyanlara donuz saxlamağı belə qadağan eləmişdi. Bunu ərəb mənbələri də, gürcü mənbələri də təsdiq edir və mənim bunları deməkdə bir məqsədim var ki, Azərbaycan və gürcü xalqlarının mehriban qonşuluq və dostluq əlaqələrinin təməli çox möhkəmdir, çox sarsılmazdır və müqəddəs ənənələrə söykənir. Bu ənənələri qorutmaq, qorumaq, yaşatmaq bizim burada yaşayan Azərbaycanlı ziyalılarının da müqəddəs borcudur və bu işdə biz əlimizdən gələni edirik. Yəni, bütün istiqamətlərdə bu sahədə istər ədəbi, mədəni, tarixi əlaqələrin tədqiqində, İstərsə bədii tərcümə məsələlərində və digər sahələrdə biz əlimizdən gələn nə varsa da etmişik. Cənab Prezident, Gürcüstanda Azərbaycan məktəblərinin bir əsr yarımlıq və hal-hazırda bizim çalışdığımız Orbelyan adına Tbilisi Pedaqoji Universitetinin Azərbaycan bölməsinin isə yarım əsrlik bir tarixi var. Həmin o universitetdə indi də Azərbaycan dili və ədəbiyyatı kafedrası mövcuddur və Azərbaycan dili və ədəbiyyatı dərsləri iki yöndə aparılır. Yəni ki, təbii olaraq birini bizim öz tələbələrimiz öyrənir, bu dili, bu ədəbiyyatı, bu ixtisası götürürlər. Ondan əlavə son illərdə bir neçə gürcü məktəblərini qutaran, yəni gürcü tələbələr də vardır ki, onlar özləri Azərbaycan dili və ədəbiyyatı ixtisasını ikinci bir ixtisas kimi götürmək istəyirlər və onlar Azərbaycan dilini, ədəbiyyatını və Azərbaycan tarixini çox həvəslə öyrənirlər. Əlbəttə, müəyyən çətinliklərimiz də var. Birincisi, maddi çətinlikdir. İndi bu hər yerdə və hamıda var. İkincisi, dərslik sarıdan çox korluq çəkirik və bu sahədə yəqin ki, Azərbaycanın ali məktəbləri, müvafiq nazirliklər bizə köməklik etməlidirlər. Üçüncü bir çətinliyimiz də var ki, son zamanlar bizə verilən, yəni yataqxanada bizə ayrılan yerlərin sayı bir qədər azalıb və ucqar yaşayış nöqtələrindən gələn tələbələr gəlib gedə bilmirlər və əlbəttə onlar kirayə haqqı da verə bilməzlər, bu imkandan məhrumdurlar. Bir sözlə, təhsil ocaqlarımıza kömək və qayğı indi hava və su kimi lazımdır. Əks halda, hörmətli Prezident, onların təbii olaraq bağlanmaq təhlükəsi gözləyə bilər. Və bir məsələ də həlli vacib məsələlərdəndir. Azərbaycanlılar yaşayan bölgədə bir ayrıca müstəqil dövlət universitetinin açılması da deməli vacib bir məsələdir. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük bir hissəsi də Gürcüstanda yaranıb inkişaf etməkdədir. Daha doğrusu, siz yəqin ki, özünüz də bilərsiniz, Borçalı, Qarapapaq folkloru çox zəngin və rəngarəngdir, təsir dairəsi çox böyükdür. O qədər böyükdür ki, hörmətli Prezident, deməli, burada yaşayan, bu torpaqda yaşayan Azərbaycanlılardan başqa ermənilər, gürcülər, yunanlar, hətta aysorlar belə Azərbaycan dilində söz qoşub oxumuşlar, məclis aparmışlar və onlarla belə aşıqlarımız yetişib. Daha doğrusu, bütün buradakı folklor nümunələrini toplamaq, tədqiq etmək və nəşr etmək, o da bizim boynumuza düşür və insafən desək, bu sahədə də xeyli işlər görmüşük. Ancaq həmin topluların, həmin kitabların nəşri məsələsində biraz çətinlik çəkirik. Mən yanvar ayında Bakıda Milli Məclisin üzvü Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarovla görüşdüm və o mənə sevindirici bir xəbər verdi ki, bu yaxınlarda biz sizin həmən Azərbaycan folkloru toplularından birini dərc edəcəyik. İnandırıram sizi ki, bu, burada Gürcüstanda yaşayan Azərbaycanlılar üçün çox böyük bir mükafat olardı. Və bizim üçün hər şeydən vacib məsələ Azərbaycanla Gürcüstan sərhədlərinin şəffaflığı məsələsidir. Açığını deyək ki, nə biz, hörmətli Prezident, Azərbaycansız yaşaya bilərik, nə də Azərbaycanda yaşayan soydaşlarımız, yəni əslən Gürcüstanlı olub orada yaşayan Azərbaycanlılar Gürcüstansız yaşaya bilərlər. Bura əlbəttə bizim ana yurdumuzdur, biz Gürcüstan vətəndaşıyıq, amma Azərbaycan da bizim varlığımızda yaşayan müqəddəs
bir vətəndir və siz əlbəttə dünən parlamentdə də çox gözəl dediniz ki, deməli biz necə ola bilər ki, Azərbaycanlı ola biz deməli Azərbaycan bizim vətənimiz olmaya. Deməli bu elə müqəddəs, elə ülvi bir hissdir ki, 100 sərhəd də olsa bu hissi bizdən heç kəs qopara bilməz. Sərhədlərimiz şəffaf olmasa, gediş-gəliş çətinləşsə, inandırıram sizi ki, burada yaşayan Azərbaycanlılara çox ağır mənəvi zərbə dəyə bilər. Və son vaxtlarda belə bir şeyin şahidi də olduq və buradakıların hamısı çox yaxşı bilirlər ki, şəxsən sizin göstərişinizlə bizim sərhəd kömrük məntəqələrində Gürcüstanlı Azərbaycanlılara münasibət də xeyli mənada, yəni müsbət mənada xeyli dəyişib və buna görə sizə öz təşəkkürümüzü bildiririk. Hörmətli Prezident, açığını deməliyik ki, son illərin ağır sosial-iqtisadi çətinlikləri bizim əhval-ruhiyyəmizdə bir sönüklük, bir bədbinlik yaratmışdı. Sizin bu gəlişiniz bizdə xoş əhval-ruhiyyə yeni həvəs oyatdı. Və sizi əmin edirik ki, Azərbaycan və Gürcü xalqlarının mehriban qonşuluq və dostluğu naminə biz bilik və bacarımızı əsirgəməyib, bundan sonra da əlimizdən gələni edəcəyik. Sağ olun ki, gəldiniz və bu gəlişinizlə bizə bir dünyalıq sevinç gətirdiniz. Sizə can sağlığı, uzun ömür və müqəddəs Azərbaycanımıza sizin rəhbərliyiniz altında yeni uğurlar diləyirik. Sağ olun, diqqətinizə görə təşəkkür ederim. Söz verilir Müqəddəs Neymətova.